Avtomagistralda eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin ard-arda toqquşması, yaxud aramla hərəkətdə olan avtomobilin qəfil yoldan çıxaraq aşması cəmiyyətdə tez-tez belə bir sual doğurur. Sürücü sükan arxasında olubmu? Acı reallıq isə göstərir ki, bu cür yol nəqliyyat hadisələrinin mütləq əksəriyyətində sürücü yorğun və ya yuxusuz vəziyyətdə olub. Bəzən isə mürgüləməmək üçün diqqət yayındıran məşğuliyyətlərə yönəlib ki, bu da nəqliyyat vasitəsinin faktiki olaraq nəzarətsiz qalması deməkdir. Son dövrlərdə baş verən ağır yol nəqliyyat hadisələrinin təhlili göstərir ki, istər yük, istərsə də sərnişin daşıyan nəqliyyat vasitələrini idarə edən sürücülərin iş və istirahət rejiminə əməl etməməsi, uzun müddətli fasiləsiz idarə etmə, diqqət dağınıqlığı, eləcə də texniki cəhətdən nasaz və istismar müddəti başa vurmuş nəqliyyat vasitələri ilə hərəkət etməsi yol hərəkət təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu cür hallar sürücünün idarə etmə qabiliyyətini zəiflədir, reaksiyanın gecikməsinə səbəb olur və nəticədə ağır nəticəli yol nəqliyyat hadisələrinin baş vermə ehtimalı əhəmiyyətli dərəcədə artırır. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yorğun, yuxusuz halda sükan arxasına keçməməyi, yük və sərnişin daşıma fəaliyyəti göstərən subyektləri isə təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə çağırır. Dilbər Vüqar qızı, Bölgə TV.